Allah bizi bu ziyarətlərdə əli boş geri qaytarmasın. Allah bizi peşman eləməsin. Allah hər birimizi qiyamət günündə Həzrəti İmam Rıza əleyhissalamın yanında olmaq nəsib eləsin və ağamızın əli ilə Allah bizə şifayət nəsib eləsin inşallah. Və Allah İmam Rıza əleyhissalamın əli ilə bizləri cənnətə aparsın inşallah. Gəldiyimiz bu ziyarət görürsünüz, o qızılı zərihi görürsünüz. Baxın qabaqda qızılı zəri. Ora hacət qapısı, Babel hacət deyərlər, yəni hacətlər qapısı. O kəslərin ki, hacətləri olar, istəkləri olar, arzuları olar, gələr burada dayanar, İmam Rıza əleyhissalama təvəssül eləyər və Allaha dua eləyər. İlahi, İmam Rıza əleyhissalamın əli ilə hacətim var, hacətimi qəbul elə. İmam Rıza əleyhissalamın əli ilə duam var, duamı qəbul elə və bu yerdə dayanarlar, dua eləyərlər. Məxsusi olaraq burada, yəni dua eləyənlər, bu səbəbdən bura adlanır Babel hacət, yəni hacətlər qapısı. Və inşallah ki, bizim də hacətlərimiz var, istəklərimiz var, dualarımız var. Allah'a and verək Həzrəti İmam Rıza əleyhissalama ki, Allah ağamızın əli ilə hacətlərimizi qəbul eləsin inşallah. Amin. Bu niyyətə Muhammed və Ali Muhammedə səlavat hədiyyə eləyər. Allahümme salli ala Muhammed. Ya Allah, bu sağ qardaş.